Assalamu alaykum. Farabi Tor dershanəsinin hörmətli görmələrim. Şu vaxtınla xeyirlik olsun. Bugün hazırlık zaman Uyğur dil dərsimizin 51-ci dərsini ötdüyümüz 51-ci dərsimiz PL-nin xəbər şəkillərinin 5-ci bölümü. Ötən saatlik dərsimizdə PL-nin bitməyə hazırlık zaman xəbər şəkli və qollanılışını görüb çıxandıq. Bugünkü dərsimiz bolsa PL-nin bitməyən ötən zaman xəbər şəkli və qollanılışı və PL-nin izcil hazırlık zaman xəbər şəkli və qollanılışını görüb çıxımız. Ders başlaştım burun ötken saatlik dersimizin ahır sorab ötken tüvendeki iki sualımızga kısa cevap verip biteyli. Birinci, vasıfsız bayamayelki bütmegen hazırlık zaman xəbər şeklinin qançı xil şekli var? Bu sualın cevabı vasıfsız bayamayelki bütmegen hazırlık zaman xəbər şeklinin ağırlıq şekli ve ağırlıq şeklinden ibarət iki xil şekli var. İkinci sualımız bolsa PL-nin bütmegen hazırlık zaman xəbər şekli mail türü qara fərqlənməmdir. Bu sualın cevabı PL-nin bütmegen hazırlık zaman xəbər şekli mail türü cəhətdən fərqlənməydi. Qaysı xil mail türü bolışdan qəti nəzər hərəkətin daim barlıq kildiğə yoki keyin barlıq kildiğə altının hazır mövcud ikənligini bildirir. Bu suallarımızın cevabını texmo təfsili köməkçi bolsanlar, ötən saatlik dərsimizin qaydadan görüb çıxışlarını tövsiyə qılımən. Əmdi bugünkü dərsimiz gəlsək, bugünkü dərsimizdə ən avval bitməyən ötən zaman xəbər şəklini görüb çıxımız. Bu xəbər şəkli öz içindən bir qanç türə ayrıldı. Bunun içindən birincisi bolsa, vasıfsız bayamayelki bitməyən ötən zaman xəbər şəkli. Bu xəbər şəkli tüvəndiki yazıldı. Bu xəbər şəkli başqa xəbər şəkillərə oxşaşla şəxs tür cəhətdən fərqlənib, üç şəxs türə ayrıldı. Bununla misal görsətsək, birlik türü və köplük türə baratdım, barar idim, bardağandım, baratdıq, barar idik, bardağandıq şəkildə boludu. İkinci şəxsi bolsa, birlik addi türü, birlik sipay türü, birlik hörmət türü, köplük addi türü, köplük hörmət türü, köplük sətlimi türügəndək müştürlərə ayrıldı və bulağa misal alsaq, barattın, barar idin, bardağan idin, barattınız, barar idiniz, bardağandınız, barattılar, barar idiler, bardağandiler. Baratdınlar, barar idinlar, bardağandınlar. Berişatdılar, berişər idiler, berişidağandiler. Berişatdın, berişər idin, berişidağan idin şəkildə buludu. Üçüncü şəxs türü bolsa son cəhətdən fərqlənməkdir və bunu misal göstərsək, baratdı, barar idi, bardağan idi şəkildə buludu. Vasıfsız bayamayelki bitməyən ötən zaman xəbər şəklinin birinci xil variantı PL-nin ağlıq rəvişdə şəkilgə vasıfsız hüküm bağlantısının ötən zaman şəkli qoşulub yasalğan bulub, fonetiklik özgürüş uçuraş nəticəsində müşahidə gələn, onun bolusu şəkli bolsa ağlıq rəvişdaşının bolusu şəkli əsasında yazılıdır. Məsələn, barmaydım, barmaydın, barmaydı şəkildə buludu. İkinci xil variantı bolsa arlıq sifətdaş şəkilgə vasıfsız hüküm bağlantısının ötən zaman şəkli qoşulub yasalğan, onun bolusu şəkli bolsa sifətdaşının bulusu şəkli əsasında yazılıdır. Məsələn, barmas idim, barmas idin şəkildə buludu. Üçüncü xil variantı bolsa bitməyən hallıq sifətdaşının qanlıq türügə vasıfsız hüküm bağlantısının ötən zaman şəkli qoşulub yasalğan, bəzən hüküm bağlantısı düşüb qilishi mümkün. Onun bolusu şəkli bolsa sifətdaşının bolusu şəkli əsasında yazılıdır. Məsələn, barmaydığan idim, barmaydığan idin, barmaydığandı şəkildə buludu. PL-nin bitməyən ötən zaman xəbər şəklinin ikinci türü bolsa, vasitəlik bayanmayelki bitməyən ötən zaman xəbər şəkli. Bu xəbər şəkli tüvəndiki yazıldı. Bu xəbər şəklimi oxşaşla üç şəxs türə ayrılğan. Bulağa misal bərsək, bar ikən mən, bardağan ikən mən, barar ikən mən, barı ikənmiz, bardağan ikənmiz, barar ikənmiz, barı ikənsən, bardağan ikənsən, barar ikənsən, barı ikənsiz, bardağan ikənsiz, barar ikənsiz, barı ikənla, bardağan ikənla, barar ikənla, barı ikənslər, bardağan ikənslər, barar ikənslər, berişidikənla, berişidağan ikənla, berişər ikənla, berişidikənsən, berişidağan ikənsən, berişər ikənsən şəkildə buludu. Üçüncü şəxs türü bolsa, barı ikən, bardağan ikən, barar ikən şəkildə buludu. Vasitəlik bayanmayelki bitməyən ötən zaman xəbər şəklinin birinci xil variantı vasitəlik bayanmayelki bitməyən hazırlık zaman xəbər şəkli bilən şəkildaş gələn. İkinci və üçüncü xil variantları bolsa, bitməyən hallıq sifətdaşqa vasitəlik hüküm bağlantısı qoşulub yasalğan. Ularının bolusu şəkli bolsa, sifətdaşının bolusu şəkli əsasında yazılıdır. Məsələn, barmaydığan idim, barmas idim şəkildə buludu. Üçüncü xil türü bolsa, anlatma bayanmayelki bitməyən ötən zaman xəbər şəkli. Bu xəbər şəkli tüvəndiki yazılıdır. Bu xəbər şəklinin oxşaşla şəxs tür cəhətdən fərqlənib üç şəxs ayrılğan. Bulağa misal bərsək, bardağan ikənmiş mən, barar ikənmiş mən, barı ikənmiş mən, bardağan ikənmişmiz, barar ikənmişmiz, barı ikənmişmiz şəkildə buludur. Bardağan ikənmişsən, barar ikənmişsən, barı ikənmişsən, bardağan ikənmişsiz, barar ikənmişsiz, barı ikənmişsiz, bardağan ikənmişla, barar ikənmişla, bar ikənmişla,
Bardığan ikenmişsizler, barar ikenmişsizler, bardı ikenmişsizler. Berişdiğan ikenmişler, berişer ikenmişler, berişdi ikenmişler. Berişdiğan ikenmişsen, berişer ikenmişsen, berişdi ikenmişsen. Ve üçüncü şəxsdir bolsa, bardığan ikenmiş, barar ikenmiş, bardı ikenmiş şekilde buludu. Anlatmayan belki pütken ötken zaman haber şeklinin birinci, ikinci xil variantları pütmegen anlıq sifətdaşqa anlatma hüküm bağlamasının ötken zaman haber şekli qoşulub yasalgan. Bularning bulusi şekli bolsa, sifətdaşning bulusi şekli asasida yazılıdı. Məsələn, barmaydigan ikenmişsən, barmaz ikenmişsən şekilde buludu. Üçüncü xil variant bolsa, fe'lning a'liq revişda şekliga avval turur bağlaması andın anlatma hüküm bağlaması qoşulub yasalgan bo'lib, ixchamlashib musholat kelgan. Dördüncü xil turu bolsa, subyektiv bayan belki pütmegen ötken zaman haber şekli, bu haber şekli tüvenlikçe yazıldı. Bu haber şeklinin oxşaşla şəxs tür cəhətdən fərqlənib, üç şəxs tür ayrılğan. Bulağa misal göstərsək, bardığan bolğuydım, baratdımğı deymən, barar idimğu. Bardığan bolğuyduk, baratdıqı deymən, barar idiqqu deymən. Bardığan bolğuydun, baratdınğı deymən, barar idinğu deymən. Bardığan bolğuydıla, baratdılağı deymən, barar idilağı deymən. Bardığan bolğuydunla, baratdınlarğı deymən, barar idinlarğı deymən. Berişidigan bolğuydıla, berişatdılağı deymən, berişar idilağı deymən. Berişidigan bolğuydun, berişatdınğı deymən, berişar idinğu deymən. Bardığan bolğuydu, baratdığı deymən, barar idiğu deymən şekilde buludu. Subyektiv bayan məlki pütmegen ötken zaman haber şeklinin birinci xil variantı pütmegen anlıq sifətdaşqa subyektiv mölçər hüküm bağlamçısının ötken zaman haber şekli qoşulub yasalğan. Onun bolusu şekli bolsa, sifətdaşının bolusu şekli asasında yazıldı. Məsələn, barmaydigan bolğuydım şekilde buludu. İkinci ve üçüncü xil variantları bolsa, vasıfsız bayan məlki pütmegen ötken zaman haber şeklige u deymən qoşulub yasalğan. Obyektiv mölçərməyəli pütmegen ötken zaman haber şekli, obyektiv mölçərməyəli pütmegen hazırlık zaman haber şekli bilen şekildaş keldi. Fe'lning pütmegen ötken zaman haber şekillerinin qo'llanilishi tövəndikçi buludu. Fe'lning pütmegen ötken zaman haber şekli qaysi xil meyil türdə bo'lishidan qat'iy nazar, harakatning doim barliq keldigan yoki keyin barliq keldigan holatining ötkende yoki munosabatlik ma'lum ishdan burun mavjud bo'lganligini bildirdi. Konkret qilib aytganda bu xil xabar shakli tövəndikçi qo'llanildi. Birinchisi, ötken ma'lum bir vaqtda doim bo'lib turgan ish harakatini bildirdi. Bu ma'noda kelganda a'liq sifatdosh qatnashmagan variantlari qo'llanildi. Masalan, men o chaqda o'rta maktabda o'qiydim yoki o'qiydigan edim, o'qiydigan shaklda bo'ladi. Ahmadning aksi bizga til adabiyot beradi, beradigan edi yoki beradigan shaklda bo'ladi. Biz uning darsini nihoyat qiziqib anglaydik, anglaydigan edik, anglaydigan shaklda bo'ladi. Ular o chaqda tanışmaydigan ekan, keyin tanışıptı, ya'ni ko'rib chiqqanimizdek, harakatning doim barliq keldigan yoki keyin barliq keldigan holatining o'tganda yoki munosabatlik bir ishdan burun mavjud ekanligini bildirib kelgan. İkinci, harakatni o'rlash to'g'risidagi qaror, plan yoki kelishimning uning bilan munosabatlik ma'lum bir ishdan burun mavjud bo'lganligini bildirdi. Bu ma'noda kelgan vaqtda a'liq rivishdash asosida yasalgan variantlar qo'llanildi. Masalan, özümü Ürümchiga baratdim, şuna ular bilan birga mangdim. Men o kuni darsga kiratdim, chaqirsanlarmi borolmaydim şekilde bo'ladi. Bo'lmagan yoki bo'lmaydiganligi ma'lum bo'lgan bir ishning bo'lishi to'g'risidagi faraz yoki arzuni bildirdi. Bu xil ma'noda kelgan vaqtda a'liq sifatdosh asosida yasalgan shakl qo'llanildi. Masalan, chaqirgan bo'lsanglar kelatdim yoki kelar edim. Yana 5 minut kechiksanglar ulgurolmas edinglar, ulgurolmaydinglar şekilde bo'ladi. Dördüncüsü bolsa, yazğıcı ədəbi əsərdə məlum iş yüz verişi aldıda yoki yüz bergen cavab bo'lib turgan ishlarni bayon qilishda asosan a'liq rivishdash asosida yasalgan vasıfsız bayan məyildagi shaklni qo'llanadi. Masalan, cheksiz ketgan qumishliq chiqqan mayin shamoldan dengizdek to'lqinlanadi. Endi ko'rib chiqadigan ikkinchi mazmunimiz bolsa, izchil hozirgi zamon xabar shakli. Bu xabar shaklining yasalishi asosan vat yoki ivat qo'shimchasining qo'shilishi bilan yasaldi. Bu xabar şeklime oxşaşlar öz içinden bir qancha turga ayrılgan. Bulardan birincisi vasıfsız bayan məyilki izchil hozirgi zaman xabar şekli. Bu xabar şekli tövəndikçe yazıldı. Bu xabar şeklime oxşaşlar şəxs tür cəhətdən fərqlənib 3 şəxs turga ayrılgan. Bularga misal göstərsək, berivatman, berib olturman, berivatımız, berib olturmiz, berivatsan, berib oltursan, berivatsız, berib oltursiz, berivatıdla, berib olturdular. Berivatsızlar, berib oltursizlar, berişivatıdlar, berib olturşidilar, berişivatsan, berib olturursan, berivatıdı, berib olturdu degandek muşxil şekillerde yazılıdı.
İzchil hazırkı zaman xəbər şəkli fe'linin izchil tüstüki alıq rəvişdə şəkli yoki halət fe'linin alıq rəvişdə şəkli əsasında vasıfsız bayan məyildiki bitməyən hazırkı zaman xəbər şəklinin A şəkli bilən oxşar usul yasalğan. Vasıfsız bayan məyildiki izchil hazırkı zaman xəbər şəklinin yeni bir türü olub. Bu türü fe'linin maxlıq ismda şəkilgə orun keliş qoşumçusu və vasıfsız hökm bağlamçısının hazırkı zaman şəkli qoşulub yazılıdır. Məsələn, barmaqdı mən, barmaqdımız, barmaqdı sən, barmaqdı siz, barmaqdı sizlər, barmaqda şəklində buludu. İkinci tür bolsa, vasitəlik bayan məyilki izcil hazırkı zaman xəbər şəkli. Bu xəbər şəkli tüvəndiki yazılıdır. Bu xəbər şəkli oxşaşlar şəxs tür cəhətdən 3 tür ayrılğan. Bulağa misal bərsək, berib itibdi mən, berib olturubdu mən. Berib itibdimiz, berib olturubdimiz. Berib itibsən, berib olturubsən. Berib itibsiz, berib olturubsiz. Berib itibdilər, berib olturubdular. Berib itibsizlər, berib olturubsizlər. Berib itişibdilər, berib olturuşubdular. Berib itişibsən, berib olturuşubsən. Berib itibdu, berib olturubdu şəkildə, müşxil şəkildə yazılıdır. Vasitəlik bayan məyilki izchil hazırkı zaman xəbər şəkli fe'linin izchil tüstüki çetilmi rəvişdə şəkli yoki halət fe'linin çetilmi rəvişdə şəkli əsasında vasitəlik bayan məyildiki addi ötken zaman xəbər şəkli bilə oxşaş usul yasalğan. Üçüncü tür bolsa, anlatma bayan məlki izchil hazırkı zaman xəbər şəkli. Bu xəbər şəkli tüvəndikcə yazıldı. Bu xəbər şəklinin oxşaşla 3 şəxs tür ayrılğan. Bulağa misal bərsək, bir vat qudək mən, bir vatar imiş mən, bir vat qudəkmiz, bir vatar imişmiz, bir vat qudəksən, bir vatar imişsən, bir vat qudəksiz, bir vatar imişsiz, bir vat qudəkla, bir vatar imişla, bir vat qudəksilər, bir vatar imişsilər, berişvat qudəklar, berişvatar imişla, berişvat qudəksən, berişvatar imişsən, bervat qudək, bervatar imiş şəkildə müşxil şəkillər yazılıdır. Anladın bayan məyilki izchil hazırkı zaman xəbər şəkli fe'linin izchil tüstüki özək şəkli yoki halət fe'linin özək şəkli əsasında anlatın bayan məyilki bitməyən hazırkı zaman xəbər şəkli bilə oxşaş usul yasalğan. Anlatın bayan məyilki izchil hazırkı zaman xəbər şəkilləri yenə fe'linin izchil tüstüki özək şəkli yoki halət fe'linin özək şəkli əsasında anlatın bayan məyilki addi ötken zaman xəbər şəkli bilə oxşaş usulda yazılışı mümkün. Məsələn, berib itibdi dəkmən, berib itibdimiş mən, berib itibdimənmiş, berib olturubdu dəkmən, kütüb turubsənmiş, oxub yetibdimiş, olturubdu dəkmən, yürübdimiş mən, yetibdimiş şəkildə müşxil şəkillər yazılıdır. Dördüncü xil şəkli bolsa, subjektiv bayan məyilki izchil hazırkı zaman xəbər şəkli. Bu xəbər şəkli tüvəndikcə yazıldı. Bu xəbər şəkli oxşaşla 3 şəxs tür ayrılğan. Bulağa misal bərsək, bir vatqandı mən, bir vatı mən qodaymən, bir vatqandımız, bir vatımız qodaymən, bir vatqan sən, bir vatı sən qodaymən, bir vatqansız, bir vatısız qodaymən, bir vatqanla, bir vatıla qodaymən, bir vatqansızlar, bir vatısızlar qodaymən, bir şvatqanla, bir şvatıla qodaymən, bir şvatqan sən, bir şvatı sən qodaymən, bir vatqandu, bir vatıda qodaymən şəkildə müşxil şəkillər yazılıdır. Subjektiv bayan məyilki izchil hazırkı zaman xəbər şəklinin bir xili fe'linin izchil hallıq sifətdə şəkliga subjektiv mülkər hökm bağlamçısının hazırkı zaman du şəkli qoşulub yasalğan yeni bir xil şəkli bolsa, vasıfsız bayan məyilki izchil hazırkı zaman xəbər şəkliga bu dəymən bağlamçısı qoşulub yasalğan. Beşinci tür bolsa, obyektiv mölçər məyilki izchil hazırkı zaman xəbər şəkli. Bu xəbər şəkli tüvəndikcə yazılıdır. Bu xəbər şəklinin oxşaşla şəxs tür cəhətdən fərqlənib 3 tür ayrılğan. Bulağa misal bərsək, bir vatqan oxşaymən, bir vatqan bolsam gerek, bir vatqan çığım var. Bir vatqan oxşaymız, bir vatqan bolsaq gerek, bir vatqan çığımız var. Bir vatqan oxşaysızlar, bir vatqan bolsan gerek, bir vatqan çığın var. Bir vatqan oxşaysız, bir vatqan bolsanız gerek, bir vatqan çığınız var. Bir vatqan oxşayla, bir vatqan bolsala gerek, bir vatqan çığılları var. Bir vatqan oxşaysızlar, bir vatqan bolsanlar gerek, bir vatqan çığınlar var. Bir şvatqan oxşayla, bir şvatqan bolsala gerek, bir şvatqan çığılları var. Bir şvatqan oxşaysan, bir şvatqan bolsan gerek, bir şvatqan çığın var. Bir vatqan oxşaydı, bir vatqan bolsa gerek, bir vatqan çığı var şəkildə müşxil şəkillər yazılıdır. Obyektiv mölçər məyildiki izchil hazırkı zaman xəbər şəkli fe'linin izchil hallıq sifətdə şəkliga obyektiv mölçər hökm bağlamçısının hazırkı zaman şəkilləri qoşulub yasalğan. Fe'linin izchil tüstüki özək şəkli əsasında yasalğan izchil hazırkı zaman xəbər şəkillərinin bulusu şəkli 2 xil olub, bir xili fe'linin addi özək şəklinin bulusu şəkli əsasında yazıldı. Məsələn, barmayvatdı mən, barmay olturubdimiz, oxumay yatqudəksən, barmayvatqan oxşaysız, barmayvatqandı.
Yeni bir xil tür bolsa, fe'lning izchil tustki özek şeklining bo'lisi şekli asosida yasaladi. Masalan, berip atmayman, berip olturmaptimiz, o'qib yatmoqdaksiz, berip atmagan o'xshaysiz, berip atmagandu şeklida bo'ladi. Bu ikki xil bo'lisi şekli ma'na jihatdan farqlanadi. Bu haqda fe'lning özek şekillari qismida tafsiliy to'xtalib o'tamiz. Fe'lning izchil hozirgi zaman xabar shakllarining ma'nosi va qo'llanishi tuvandikicha bo'ladi. Fe'lning izchil hozirgi zaman xabar shakllari qaysi xil mayli turda bo'lishidan qat'iy nazar harakatning izchil davom qilayotgan yoki turg'un holatining hozir mavjudligini bildirdi. Masalan, men maqola yozyapman, Ahmadmu yozib yetibdi. Anglasam ruscha o'rganib yetibsiz, natijasi yaxshi bo'layotgandi. Qaysi tartibga asoslanyapsiz? Ahmad eshikning oldida turdi, sizni kutib turdi deyman. Kasım seni izlep yürər imiş, çapsan var. Sen bu yerde oltursan, ular seni kütüp taqazza boluvatqandı. Xizmetni sənləməz, bizmi işləvatqandımız. Yani körüp çıqınımızda qaysı xil meyil türlü boluşdan qat'iy nazar, hareketning izchil davom qilayotgan yoki turg'un holatining hozir mavjudligini bildirgan. Bugungi darsimizning oxiriga keldik. Darsimizning oxirida bu darsimizga munosabatli bo'lgan tuvandagi savolni so'rab o'tamiz. Izchil hozirgi zaman xabar shaklining qo'llanishi qandoq bo'ladi? Bu savolning javobini YouTube videomizning ostidagi inkas qismiga yoki Instagram hisobimizning DM qismidan uchur yozib avasanlar bo'ladi. Undaqda keyingi soatlik darsimizda ko'rishaylik. Ko'rishguncha omon bo'linglar. Xayr xo'sh.